Ağdamın Qarabağ klubu yenidən beynəlxalq medianın diqqət mərkəzinə düşüb. Bu dəfə səbəb komandamızın Braziliyalı müdafiəçisi Matheus Silva ilə bağlı ortaya çıxan sensasiyalı transfer xəbərləridir. Qarabağa 2023-cü ildə Bolqarıstanın Lokomotiv Plovdiv klubundan qoşulan Matheus Silva qısa müddətdə oyunu, performansı və döyüşkənliyi ilə həm azərkeşlərin, həm də böyük klubların diqqətini cəlb etməyi bacarıb. Baku Vuas-in əldə etdiyi məlumata görə Braziliyanın nəhəng futbol klublarından biri Flamengo 28 yaşlı sağ cinah müdafiəçisini heyətinə qatmaq üçün ciddi addımlar atır. Rio de Janeiro təmsilçisinin Silvanın keçidi üçün 6 milyon avroya qədər təklif verməyə hazır olduğu bildirilir. Bu, həm Qarabağ üçün böyük maliyyə qazancı deməkdir, həm də Silvanın karyerasında yeni bir səhifənin açılması anlamına gələ bilər. Flamengonun son aylarda Avrokuboklarda çıxış edən futbolçulara xüsusi diqqət ayırdığı deyilir. Klubun məqsədi heyəti yüksək səviyyəli, təcrübəli oyunçularla gücləndirməkdir. Hətta məlumatlara görə Madrid Atleticosunun ulduz hücumçusu Antoine Griezmann da Braziliyalı klubun transfer siyahısında yer alır. Bu isə Flamengonun necə iddialı olduğunu bir daha göstərir. Matheus Silva'nın Çempionlar Liqasındakı çıxışları onun istər müdafiədə, istərsə də hücumda aktivliyi Braziliyalı skautların diqqətini çəkib. Hazırda Silva'nın bazar dəyəri 900 min avro olsa da Flamengonun 6 milyon avro ödəməyə razı olması onun potensialına verilən real qiymət hesab olunur. Daha bir maraqlı məqam isə odur ki, Flamengo keçidi daha da asanlaşdırmaq üçün Qarabağa Braziliyalı hücumçu Juninhonu paket təklif kimi göndərməyi planlaşdırır. Əgər tərəflər razılığa gələrsə, bu transfer həm bizim klub, həm də futbolçu üçün böyük fürsət ola bilər. Xatırladaq ki, Matheus Silva Qarabağda qısa müddətdə əsas heyətin dəyişməz üzvünə çevrilib və oyunu ilə həm Azərbaycan Liqasında, həm də Avropada diqqət çəkib. Hazırda danışıq proseslərinin son mərhələdə olduğu və transferin yaxın günlərdə rəsmi şəkildə açıqlanacağı gözlənilir. Beləliklə, Matheus Silva'nın Avropada qazandığı təcrübəni Braziliyanın ən böyük klublarından birində davam etdirməsi ehtimalı sürətlə artır. İstər futbolçu, istərsə də Qarabağ üçün bu tarixə düşəcək transfer ola bilər. Sizcə, Matheus Silva'nın Flamengoya keçidi Qarabağ üçün itki olacaq, yoxsa böyük qazanc? Fikirlərinizi şərhlərdə yazın. Son xəbərlərdən ilk siz xəbərdar olmaq üçün kanalımıza abunə olmağı və bildirimləri aktiv etməyi unutmayın. Beləliklə, Matheus Silva'nın Avropada qazandığı təcrübəni Braziliyanın ən böyük klublarından birində davam etdirməsi ehtimalı sürətlə artır. İstər futbolçu, istərsə də Qarabağ üçün bu tarixə düşəcək transfer ola bilər. Sizcə, Matheus Silva'nın Flamengoya keçidi Qarabağ üçün itki olacaq, yoxsa böyük qazanc? Fikirlərinizi şərhlərdə yazın. Son xəbərlərdən ilk siz xəbərdar olmaq üçün kanalımıza abunə olmağı və bildirimləri aktiv etməyi unutmayın.